indi Qarabağa doğru çox rahat hərəkət edirik. Bu birincisi hərbi, siyasi və təhlükəsizlik amilləri, ikincisi isə bölgənin infrastrukturu ilə bağlı məsələdir. Vətən müharibəsindən dərhal sonra bölgənin bərpasına yolların bərpası ilə başlanıldı. Səbəb aydın idi. Bu bölgənin sürətli bərpası və hərbi təhlükəsizliyin təmin olunması üçün zəruri idi. Traktorlarımız da gelir yer belirləməyə. Ahmet abi, bu yollar müharibədən sonra bərpa olunub, hamısı. Bəli. Bu müharibədən sonra Bakıdan Ağdərəyə 7-8 saati gedirdiksə, indi bu yolla çox rahat yoldur. Bu yolla 4 saate Bakıdan Ağdərəyə gəlmək olur. Yeni yolların salınması, keyfiyyətli bərpası məsələsinə dövlət başçısı xüsusi diqqət ayırır. Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu, cəmi hələlik 44 avtomobil yolu layihəsi icra edilib ya da ki icra edilməkdədir. Eyni zamanda 45 tunel, 447 körpü, 16 viyaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viyadukun tikintisi tamamlanmışdır. Bugün isə növbəti yol istismara verilir. Sərsəng su anbarı Umudlu kəndinə gedən avtomobil yolu. Böyle durak. Biraz hızlı ver, yoksa. Ağzım. Sayın, yolun texniki göstəriciləri aydın. Onun əhəmiyyəti nədən ibarətdir? Bölgəyə nə verəcək bu yol? Ağdərədən əgər Kəlbəcərə və Umudlu kəndinə mövcud yolla gedilsəydi, bu yolla getməkdən hardasa əhalimiz 36 kilometr məsafə dövr eləməli idi. Ancaq yeni yolun çəkilişi ilə 9,4 kilometr məsafə ilə ümumiyyətlə 27 kilometr bu Umudlu kəndinə gediş salır. Bunda nəyə gətirir? Umudlu kəndində gələcək yaşayan əhalinin kənd təsərrüfatı məhsullarının həm Tərtər rayonuna, həm Ağdərə rayonuna vaxtında çatdırılması, kənd təsərrüfat məhsullarının xarab olmasının qarşısının alınması və ən əsası ətrafda yaradılan gələcək turizm zonalarından daha mütəşəkkil istifadə olunmasına böyük əhəmiyyət kəsb edəcək bu yolun tikintisi. İntiden koydu. İntiden koydu. Ne istenecek? Böyük Qaydışın növbəti məntəqəsinə, Ağdərə rayonunun Həsənrez kəndinə çatırıq. Kənddə 188 fərdi yaşayış evinin təmiri nəzərdə tutulub. Birinci mərhələdə təmir işləri aparılan 90 evdən 50-sində işlər
başa çatdırılıb və 50 ailə, 166 nəfər artıq kəndə köçürülüb. Bizim kəndimizdə belə uşaq əyləncə meydançası yox idi. İndi biz Həsənriz kəndinə geri qayıtmış sakinlərdən birinin mənzilində, həyətindəyik. Təbrik edirik sizi. Gözünüz aydın olsun. Siz də geridə xoş qayıtmışsınız. Sağ olun. Necə hisslərdiniz? Xoş hisslərdir. Gözəliklə kəndiniz. Lap yaxşı. Allah prezidentimizin canını sağ eləsin. Çox sağ olsun. Bizi gözəl evlə təmin edibdir. Hər bir şərait yaradıbdır. Şükür Allah'a. Təbrik edirik. Gözünüz aydın. Kəndiniz xoşunuza gəlir? Bəli. Çox xoş təəssüratlar keçiririk. Uşaqlarımız da hamısı yığışacaq yanımıza. Bayramı burada keçirmək bizim üçün çox xoşdur. Yazın gəlişinin daha bir rəmzi. Fələlər iş başındadır. Fərəc, bu bilirsən nədir? Fındıq qabıqları. Təbii gübrə kimi istifadə olunur. Keçəl, kosa və dekorativ səməni və təbii bayram tonqalı. Bayram tonqalının erməni vandalizminin izlərinin, qalıqlarının fonunda qurulması da təsadüfi deyil. Ustalarımız da iş başındadır, son sərgə səhman işlərini görürlər. Salam aleyküm. Yorulmayasınız. Salam aleyküm, xoş gəlmisiniz. Vəziyyət yaxşıdır, şükür. Ali Baş komandamızı qarşılamağa hazırlaşırıq. Buraları salmışıq sərgiyə, düzəltmişik. 44 günlük müharibədə özüm iştirak eləmişəm. Özüm şəf. İndi də bərpa qrucunda iştirak edirəm. Hamısı öz yerində. Çox sağ olun. Görüş yerində çay süfrəsi də hazırdır. Nərd və cütlənmiş şeşkoşa. Bəzən kameraların da dincəlməyə ehtiyacı olur. Təbrik edirik, doğma kəndinizə qayıtmışsınız və cənab prezidentin gəlməsini gözləyirsiniz neçə dəqiqə sonra. Həm həyecanlıyıq, həm sevincliyik, bayrama qarşı. Həm Novruz'u qeyd edirik, Laxır çərşənbəmizi, həm Ramazan ayını qeyd edirik, həm də bizə ali bir qonaq gəlir. Həm də illər sonra bir işğaldan azad olunan torpaqda yaşamağın sevinci, bunun heç bir sözünün ifadəsi yox. Çox sevincliyik, çox şükür. Doğma vətənimizdə, Qarabağ torpağında cənab prezidentin gəlişini gözləyirik. Çox şükür bu gün.
İkinci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də biz nəzərə götürək və bugün Xəsənrizdə ilaxır çərşənbə günündə görüşürük. Sizi bayram münasibəti ilə təbrik edirəm. Azərbaycan xalqını. Bəli, Ramazan bayramı da gəlir, Novruz bayramı da gəlir. Gözəl bayram günündə, bayramlar ərəfəsində görüşmək sizinlə böyük Siz Ali Baş Komandanla qələbəni təmin etdiniz. Vətən müharibəsindən sonra bayram tonqallarımız artıq 5-ci ildir ki, Qarabağda çatdıq. Bu həm də qələbə və qayıdış tonqallarıdır. Növbəti tədbirə yetişmək üçün isə bəzən yaxşıca tələsmək lazım gəlir. Moment, gel buraya. Bayrağı. Dönmür. Sür Mehmet sür. Ağdərə rayonu 2023-cü ilin lokal antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib. Və bugün bütün Qarabağ və Şərqi Zəngəzur kimi Ağdərə də yenidən qurulur və ev sahiblərini qarşılamağa hazırlaşır. Qədim yaşayış məskəni olan Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Ağdərə rayonunun inzibati ərazisinə daxil edilib. 1943-cü ildə isə kəndə şəhər tipli qəsəbə statusu verilib. Kənd Ağdərə şəhərindən 19 kilometr, Xankəndi şəhərindən 68 kilometr məsafədə yerləşir. Qəşəng kənddir. Dağların əhatəsində, füsunkar təbiətdə. Kənd məscidi, kənd məktəbi və idman meydançaları. Basketbol, futbol. Futbol həvəskarı olan şagirdlər öz top sehirbazlıqlarını burada göstərə biləcəklər. Suqovuşan kəndinin nisbətən yuxarı hissəsidir bura və buradan kəndə gözəl bir mənzərə açılır. Eyni zamanda erməni vandalizminin izləri burada əks olunur və hazırda biz qədim Alban kilsəsinin yanındayıq. Qədim Alban əlifbası ilə yazılar və kilsənin inşa edildiyi tarix əks olunur.
Ağdərə rayon mərkəzi xəstəxanasının Suqovuşan həkim tibb məntəqəsi. Ümid eləyək ki, bura az ehtiyac olacaq. Dəvət olunur Almasov Elçin. Bu zəfərin, mən yenə də deyirəm, son 10 illiklər ərzində pay bərabəri olmayıb, bundan sonra da olmayacaq. Bugün indi müxtəlif yerlərdə müharibələr gedir. O müharibələr həm uzun müddət ərzində gedir və yenə də real nəticə ilə, necə deyərlər, nəticələnmir. Bizim qələbəmiz tam idi, mütləq idi, bir mənalı idi və vaxtı ilə Qarabağ Ermənistandır deyən adam bugün nədir? Qarabağ Azərbaycandır. Öz boşluğuyla yox, öz boşluğuyla yox, öz boşluğuyla yox. Allah sizi qorusun. Prezident İlham Əliyev bugün çərşənbə axşamı bayram günündə Həsənrız kəndində bayram tonqalını alovlandırdı. Suqovuşan kəndində isə mənzillərin açarlarını sahiblərinə təqdim etdi və indi onlarla xatirə şəkil çəkdirdikdən sonra ayaqüstü söhbət edir. Və bugün həm Suqovuşan kəndi, həm Həsənrız kəndinin sakinləri üçün tarixi bayrama, tarixi günə çevrildi. Bütün Suqovuşanları, bütün nətər deyərlər, öz dədə-baba evlərinə qayıdanların hamısını təbrik edirəm. Allahın bu gününə çox şükür. Bizə belə gözəl binalar, evlər tikilib, şərait düzəldilib. Sevincimizin həddi-hüdudu yoxdur. Ən çox da prezidentimizin əli ilə aldıq bu hasarları, təhvil götürdük. Göstərin görək onun içində nə var, nə yazılır. Açar, ad, soyad və mənzil nömrəsi. Məhərrəmova Mahirə Abdulla qızı. Xeyirli olsun. Çox sağ olun. İndi Azərbaycan bütün bölgəyə əbədi olaraq Novruz xoşbəxtliyi, sülh və əmin-amanlıq gətirməyə çalışır. Novruz barışıq, sülh bayramıdır. Bu, Azərbaycan dövlətinin siyasi konsepsiyası ilə firavan yaşayış, qonşularla münasibətlərə dair fəlsəfəsi ilə uyğunluq təşkil edir.